Aort koarktasiyası aortanın enən hissəsinin proksimal daralmasıdır. Daralma segmenti çox zaman qısa olsa da, aort diametrinin təqribən 70-90%-ni daraltmış olur. Anadan gəlmə bir qüsurdur. Xəstələrin həkimə müraciəti əsasən yüksək təzyiq şikayəti ilə əlaqədar olur. Bunun da səbəbi daralmış segmentdən qanın axımının çətin olması ilə əlaqədardır. Daralmış segmentdən proksimalda, yəni qollarda təzyiq normadan yüksək, daralmış segmentdən aşağıda, yəni aşağı ətraflarda təzyiq normadan aşağı olur. Xəstəmiz 33 yaşında gənc bir xanım, 2 ilə yaxındır ki, yüksək təzyiq şikayəti ilə müraciət etdiyi tibb mərkəzində aort koarktasiyası diaqnozu qoyulmuşdur. Əməliyyat zamanı daralmış aort segmenti çıxarılaraq süni damarla əvəz edildi. Əməliyyatdan bir müddət sonra da yüksək təzyiq davam etsə də, hal-hazırda heç bir təzyiq dərmanından istifadə etmir. Təzyiq xəstəliyinin qalıcı xəsarətinin olmaması üçün aort koarktasiyalı xəstələrin diaqnozunun vaxtında qoyulması və uşaq yaşlarında əməliyyat olması önəmlidir.